Biri var idi, biri yox idi. Bir dəyirmançı, onun da 3 oğlu var idi. Kişi öləndə var yoxunu, dəyirmanını, eşeğini, bir də pişiyini oğlanlarına miras qoyub getdi. Qardaşlar ata malını o saat bölüşdürdülər. Böyük qardaş dəyirmanı götürdü, ortancıl qardaş isə eşeği, kiçik qardaşa isə pişik düşdü. Onun qanı yaman qaraldı. Kiçik qardaş dedi: "Qardaşlarım bir yerdə olsalar, bir parça çörəyi halal yolla qazana bilərlər. Mənim işim çətindir. Pişiyi yeyib dərisindən əlcək tikəndən sonra gərək acından əl-ayağımı uzadıb öləm." Pişik bu sözləri eşidib dedi: "Ayıyam, fikir çəkmə. Mənə bir torba ver, bir də kolların arasında rahat gezmək üçün bir cüt uzun boğaz çəkmə. Onda görərsən ki, sənə düşən miras o qədər də pis deyil." Pişiyin yiyəsi bu sözlərə çox da inanmadı. Ancaq pişiyin cürbəcür kələklərini yadına salıb fikirləşdi. Bəlkə pişik doğrudan da mənə kömək edə bilər. Pişik çəkmələri ağzından alan kimi cəld geyindi. Sonra torbaya təzə yer kökü və kələm qoydu. Onu dalına atıb çoxlu dovşan yaşayan meşəyə getdi. O gəlib meşəyə çatdı. Kolların arxasında gizləndi. Oturub gözlədi ki, səfeh dovşanlardan biri gəlib yemək üçün onun torbasına girsin. Elə təzəcə gizlənmişdi ki, bəxti gətirdi. Cavan, təcrübəsiz bir dovşan yer kökünü görüb həvəslə torbaya soxuldu. Pişik cəld atılıb dovşanı öldürdü. Ovunun baş tutmasından razı qalan pişik birbaşa kral sarayına gedib qapıdan xahiş etdi ki, onu kralın yanına buraxsınlar. Pişiyi kralın yanına apardılar. Pişik isə içəri girəndə baş əyib dedi: "Ey böyük kral, Markiz Qarabas!" Pişik yəsinə belə deyirdi: "Mənə tapşırdı ki, bu dovşanı sizə pay gətirim." Kral dedi: "Yenə də ki, göndərdiyi paydan çox razı qaldım. Çox sağ olsun." Pişik baş əyib saraydan çıxdı. Pişik yenə günlərin bir günü zəmidə buğda sümbüllərinin arasında gizləndi. Ovu aldatmaq üçün içində yem olan torbasının ağzını açıb qoydu. Elə ki torbaya 2 kəklik girdi, pişik o dəqiqə kəklikləri tutub krala apardı. Kral kəklikləri görüb razılığını bildirdi. Sonra da əmr etdi ki, pişiyə bir cüt qızardılmış siçan versinlər. Pişik belə-belə 2-3 ay dalbadal krala Markiz Qarabasın adından müxtəlif ov qənimətləri aparırdı. Bir dəfə pişik eşitdi ki, kralın dünya gözəli olan qızı karetada çay sahilində gəzməyə çıxmağa hazırlaşır. Pişik yiyəsinə dedi: "Mənə qulaq assan, ömrün boyu xoşbəxt olarsan. Bugün çayda çimməyə get, özü də mənim göstərdiyim yerdə. Gerisi ilə isə işin yoxdur. Hər şeyi özüm düzəldəcəyəm." Kiçik qardaş pişiyin sözünə qulaq asıb çaya çimməyə getdi. Amma bunun ona nə kimi xeyri olacağını heç başa düşmürdü. Kiçik qardaş çiməndə kral çay sahilindən keçirdi. Pişik dayanıb onu gözləyirdi. Elə ki karetanın yaxınlaşdığını gördü, var gücü ilə çığırmağa başladı. "Köməyə gəlin, köməyə! Markiz Qarabas batır!" Kral bu çığırtını eşidəndə karetadan başını çıxardıb baxdı. Dəfələrlə onun üçün pay gətirən pişiyi tanıdı. Kral nökərlərinə əmr etdi ki, tez Markiz Qarabasa köməyə qaçsınlar. Markizi çaydan çıxaran kimi pişik karetaya yaxınlaşıb krala dedi ki, Markiz çiməndə paltarlarının hamısını oğruyublar. Pişik ha çığırıbsa köməyə gələn olmayıb. Əslində yiyəsinin paltarlarını elə bu kələkbaz özü yekə bir daşın altında gizlətmişdi. Kral saray adamlarına əmr etdi ki, ən yaxşı geyimlərindən birini bu saat gedib Markiz Qarabasa gətirsinlər. Elə ki Markiz geyindi, kral onunla çox mehriban söhbət etdi. Sonra Markizə karetaya minib onlarla gəzməyi təklif etdi. Dəyirmançının oğlu həm qəşəng, həm də boylu buxunlu bir oğlan idi. Kral geyimində daha da gözəlləşmişdi. Cavan şahzadə xanım bir könüldən min könülə ona vuruldu. Pişik sevinirdi ki, işləri istədiyi kimi gedir. O karetadan xeyli qabağa qaçdı. Biçənəkdə ot çalanları görüb səsləndi. "Ey, ot çalanlar!
Siz krala deməsəniz ki, bu biçənək Markiz Karabasındır. Hamınızı tikə-tikə doğrayacaqlar. Xəbəriniz var? Karyata biçənəyə çatanda kral ot çalanlardan soruşdu ki, işlədikləri bu biçənək kimindir? Pişiyin hədəsindən qorxan ot çalanlar bir ağızdan cavab verdilər. Cənab Markiz Karabasın! Kral dedi, bax, Markiz, sizin nə qiyamət biçənəyiniz var? Bəli, deyə Markiz cavab verdi. Mənim biçənəklərim doğrudan da gözəldir. Pişik yenə qabağa qaçdı. Biçinciləri görüb onlara səsləndi. Ey biçincilər! Krala bu tarlanın Markiz Karabasın olduğunu deməsəniz, hamınızı tikə-tikə doğrayacaqlar. Xəbəriniz var? Karyata tarlaların yanından keçəndə kral bilmək istədi ki, bu tarlalar kimindir? Cənab Markiz Karabasın! deyə biçinçilər cavab verdilər. Kral yenə Markizin tarlalarını xeyli təriflədi. Pişik karyatadan yenə qabağa qaçır. Qarşısına çıxanlara həmin sözləri deməklə əmr edirdi. Kral Markiz Karabasın belə hədsiz, hesabsız dövlətinə heyran qalmışdı. Axırda pişik qaçıb qəşəng bir qəsrə çatdı. Bu qəsr dünyada ən dövlətli sayılan bir adam yiyənin idi. Bu tarlaların, kralın gördüyü bu yerlərin sahibi də həmin bu adam yiyən idi. Pişik qabaqcadan öyrənib bilmişdi ki, adam yiyən cürbəcür heyvanlara çevrilə bilir. O da adam yiyənin yanına gəlib, baş əyib dedi ki, qəsrin hörmətli sahibinin hal əhvalını bilməmiş, onun yanından keçə bilməzdi. Həmin adam yiyən pişiyi adam yiyənlərə xas olan nəzakət və gülərizlə qarşıladı və ona təklif etdi ki, qəsrdə qalıb dincəlsin. Pişik dedi, məni inandırırdılar ki, siz istədiyiniz heyvana çevrilə bilərsiniz. Məsələn, siz şir və ya fil ola bilərsiniz. Bu düzdür ya yox? Düzdür, deyə adam yiyən sərt səslə cavab verdi. Sizi şübhədən qurtarmaq üçün bu dəqiqə şirə də çevrilərəm, bir baxın. Pişik qarşısında nəhəng bir şir durduğunu görəndə elə qorxdu ki, dayana bilməyib cəld dama dırmaşdı. Ancaq bunu eləmək onun üçün çox asan değildi. Çünki dama çəkməli çıxmaq çox çətin idi. Elə ki adam yiyən insan şəklini aldı, pişik ehtiyatla damdan sürüşüb düşdü. Nə oldu ki, doğrudan da o bərk qorxub, elə qorxub ki, heç deyə də bilmir. Adam yiyən qəhqəhə çəkib güldü. Ha 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 ha. Məni bir də inandırdılar ki, deyə pişik yenə dilləndi. Güya sizin ən balaca bir heyvana da, məsələn, siçana və ya siçovula dönmək bacarığınız da var. Sözün doğrusu buna heç inana bilmirəm. Axı bu boyda adam yiyən necə balaca siçan ola bilər? İnana bilmirsiniz? deyə adam yiyən bərkdən bağırdı. İndi görərsiniz. Adam yiyən həmin dəqiqə balaca bir siçana çevrildi və döşəmənin üstündə o yana bu yana qaçmağa başladı. Pişik siçanı görən kimi cəld onun üstünə atılıb qamarlayıb həmin siçanı yedi. Bu vaxt kral qəsrin yanından ötürdü. O adam yiyənin bu gözəl qəsrini görüb ayaq saxlayıb baxmaq istədi. Pişik kareta çarxlarının səsini eşitdi, bildi ki, kareta körpüyə çatıb. Tez karetanın qarşısına çıxdı. Əla Həzrət Markiz Karabasın qəsrinə xoş gəlmisiniz, deyə səsləndi. Kral ucadan dedi. Necə? Bu cənab Markizindir? Demək bu da sizin qəsrinizdir? Mən hələ belə qəşəng qəsr görməmişəm. İcazə versəniz, içəri keçərik. Markiz gənc şəhzadə xanımın karetadan düşməsinə kömək etdi. Onunla birlikdə kralın arxasınca qəsrə getdi. Onlar böyük bir otağa girdilər. Burada adam yiyənin dostları üçün müxtəlif yeməklər hazırlanmışdı. Dostları nahara adam yiyənin yanına gəlmişdilər. Eşidəndə ki, kral qəsrdədir, içəri girməyə çəkindilər. Kral bir an belə gözünü Markiz Karabasdan çəkmirdi. Onun qəşəngliyinə və hesaba gəlməz dövlətinə valeh olmuşdu. Kral 5 və ya 6 qədəh şərab içəndən sonra dedi. Cənab Markiz, qulaq asın, mənim qızımı almaq ürəyinizdən keçirsə,
bircə kəlməniz sözsüz ki kifayətdir. Markiz ehtiramla baş əydi. Belə bir hörmət qarşısında təşəkkürünü bildirdi və həvəslə təklifə razı oldu. Həmin gün Şahzadə xanımla toyları oldu. Bundan sonra pişik xüsusi hörmət sahibi oldu. O daha siçan ovlamırdı. Ancaq hərdən bir elə belə vaxtını keçirmək üçün onlarla oynayırdı.